uşaqlar, gözəl xəbər, klaviaturam 14 günə gəlir. 14 gündən sonra gözəl bir klaviatura gətirib açılış eləyəcəm. İkincisi də, baxın, sizə bir klaviatura göstərdim ki, dünyanın ən gözəl klaviaturasıdır. Bu gördüyünüz bu firmanın klaviaturası o kadar pox kimidir ki, təsəvvür edin ki, bunu bax, çıxartmamışam. Hatta gəlin bir şey deyim. Bak. Təsəvvür, bambali bu yerində tərpədirəm, bax, klaviatura ümumiyyətcə ölür. Da anarız. Dur! Bu, bir damcı belə eləyəm, klaviatura həm çox qərəksiz dərəcədə iğrənc tasarımı var. Yəni, bir dənə xoşladım, təkcə telefonu... Bir dənə telefonu təkcə qoyulmalıq yeri yaxşıdır. Ondan başqa klaviatura həm çox böyükdür, həm də düymə səsləri çox iğrəncdir mənə görə. Təvsiyəm bu firmanın klaviaturasını almayın, çünki həyatımda gördüm ən pis klaviaturadır. 101 giriş çıxışı çox pisdir. Şunuru var ki, gərəksiz dərəcədə uzundur. Uzun olmasına sözüm yoxdur. Amma klaviatura həm çox pisdir, dəmirdəndir, ayaqları da zaten iğrəncdir. Mənə görə bu klaviatura məndən heç 1 puan alınmadı. Yəni sınavdan qaldı. Mənə görə iğrənc və mənasız dərəcədə çox uzun eləyiblər. Yəni sizə təvsiyəm bu klaviaturadan istifadə eləməyin. Həyatımda gördüm mən iğrənc klaviaturadır.